Cəlilabadda 12 və 14 yaşlı qardaş-bacı baltalanıb. Hadisə Üçtəpə kəndində qeydə alınıb. Kənd sakininin şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum etdiyi deyilir. O qardaş uşaqlarına balta ilə müxtəlif bədən xəsarətləri yetirib. Yaralılar Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıb, onların vəziyyətinin ağır olduğu deyilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Dağıstandan Yenicə qayıtdığı və əvvəllər məhkum olduğu iddia edilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Nağıyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar aparılır. Cəlilabad rayon Mərkəzi xəstəxanasından isə bildirildi ki, fevral ayının 1-i saat 17 radələrində xəsarət alması səbəbilə 2 nəfər, biri qız, biri oğlan Cəlilabad rayon Mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə gətirilib, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib. Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır. Cəlilabadda balta xəsarət alan rayonun Üçtəpə kənd sakini 2012-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızının həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib, son dəqiqə məlumatda deyilir. Əldə etdiyimiz yeni məlumata görə 49 yaşlı əmiləri Nağıyev tərəfindən baltalanan 12 və 14 yaşlı uşaqların ataları Rusiyada işləyirmiş. Bildirilib ki, ailə təsərrüfat işləri ilə məşğul olur, zəhmətləri ilə dolanırmış. Hər iki yeniyetmə isə tarlaya, kartof əkinə gedirmişlər.